Bu ifadənin qiymətini hesablamaq üçün əvvəlcə vuruqlarını ayırmaq lazımdır. Vuruqlarını ayıranda baxıram ki, bu üstündə 4-dürsə, mən bunun kvadratın kvadratı kimi yaza bilərəm. Yazıram birinci 6,9-un kvadratının kvadratı. Üstü 4 olduğuna görə. 3,1-in də kvadratının kvadratı. Sonra məxrəcdəkinə baxıram ki, bunun 2 qatıdır. Ona görə də 13,8-in yerinə yazıram 6,9 vurulsun 2-nin kvadratı. Üstəgəl 3,1 vurulsun 2-nin kvadratı. Bərabərdir. Bu surəti vuruqlarına ayıranda deməli olur 6,9-un kvadratı çıxılsın 3,1-in kvadratı və bir dəfə də bu mötərizənin toplaması 6,9-un kvadratı üstəgəl 3,1-in kvadratı. Məxrəcdə bu 2 hər ikisinə aiddir. Yəni 2-nin kvadratını ortaq vuruq çıxarsam buradan 2-nin kvadratı mötərizədə qalır 6,9-un kvadratı üstəgəl 3,1-in kvadratı. Bu mötərizə ilə bu mötərizə ixtisar gedir. Sonra bu birinci qalmış ifadəyə yenidən müxtəsər olma düsturunu tətbiq eləsəm, onlar 6,9 çıxılsın 3,1 və 6,9 üstəgəl 3,1. Məxrəcdəki isə 2-nin kvadratıdır, yəni 4. Bərabərdir. Burada da hesablayıram. 6,9-dan 3,1 çıxanda qalır 3,8. Vur. Bunu da cavab eləyir 10. Bölünsün 4. Bərabərdir. 3,8-i 10-a vuranda eləyir 38 böl 4. 38-də də 4 olar 9 dəfə. 9 dəfə 4-ün 36 eləyir. Burada qalır 2. 20-də də 4 5 dəfə. 9,5 olur ifadənin yekun cavabı. Bu qədər. Sağ olun.